Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni bir video ile karşınızdayım. Bugün size başka bir Samsung modelinin pultunun istifade qaydasını göstereceğim. Bu klimanın, bu kondisionerin on-off düğmesidir. Bunun köməklə kondisioneri yandırıp söndürebiliriz. Kondisionerin rejimlerini dəyişmək üçün mod düğmesinden istifadə edirik. Bu kondisionerin 5 rejimi var. Avto rejim, soyutma, qurutma, ventilator və isitmə rejimi. İnsanların böyük əksəriyyəti kondisionerdən isitmə və soyutma və isitmə məqsədləri üçün istifadə edirlər, amma ən çox soyutma rejimindən istifadə olunur. Bu səbəbdən də biz mod düyməsini basıb soyutma rejiminə keçib və bu rejimi izah etməyə başlayırıq. Soyutma rejimində kondisionerin temperaturunu 22 ilə 24 dərəcəyə ayarlamanızı biz sizə məsləhət görürük. Əgər elektrik enerjisinə bir qədər qənaət etmək istəyirsinizsə, o zaman temperaturu 24, 25 və yaxud daha artıq tuta bilərsiniz. Amma qeyd etmək istəyirik ki, ən uyğun temperatur həm elektrik cəhətdən, həm də bizim bədənimiz cəhətdən 24-25 dərəcə təşkil edir. 22 dərəcənin aşağısında bir temperatura kondisioneri uygulamaq məqsədə uyğun deyildir, çünki bu soyuq dəyməyə səbəb ola bilər. Kondisionerin fanının sürətini dəyişmək üçün bu iki düymələrdən istifadə olunur. Yəni temperaturu qaldırmaq üçün bu düymədən, aşağı salmaq üçün bu düymədən, amma fanın sürətini dəyişmək üçün gördüyünüz kimi yuxarıya doğru bu gedir, aşağıya doğru isə bu gedir və bu kondisionerin 4 sürəti var. Gördüyünüz bu hərəkətlilik görünəndə kondisioner avto rejimdə olur. Bu düyməni basırıq, aşağı sürətə keçirik, daha sonra orta sürətə keçirik, bir daha basdıqda isə ən yüksək sürətə keçirik. Əgər siz yataq otağınızda yerləşirsinizsə və fanın səsi sizi narahat edirsə, o zaman aşağı sürəti seçə bilərsiniz. Bəzən elə olur ki, hava həddindən artıq isti olur və biz də evimizin tez bir zamanda soyudulmasını istəyirik. Belə olduqda təbii ki, biz ən böyük sürətə də qoya bilərik və yaxud turbo düyməsini basa bilərik. Turbo düyməsi basıldıqda ekranda turbo sözü görünür və bu rejimdə kondisioner ən yüksək sürətdə işləyir və soyutma intensivləşir, yəni gücləşir və bu rejimdə kondisioner təxminən 15 dəqiqə işlədikdən sonra əvvəlki fan rejiminə qayıdır. Kondisionerin jalüzlərini aşağı, bu rejimdən çıxmaq üçün turbo düyməsini yenidən basırıq. Kondisionerin jalüzlərini aşağı yuxarı hərəkət elətdirmək və yaxud istədiyimiz bir istiqamətdə onun dayandırmaq üçün swing düyməsini basırıq. Gördüyünüz kimi swing düyməsi basılanda, yəni burada bir işarə gəlir. Biz onu təzədən basdıqda isə o işarə yoxa çıxmış olur. Kondisionerin digər rejimlərinə keçmək üçün mod düyməsini yenidən basırıq və bu zaman ekranda dry, yəni qurutma rejimi işarəsi gəlir. Bu az istifadə olunur, amma yəni evdə olan nəmi azaltmaq üçün nəzərdə tutulmuşdur və az bir zamanda da soyutma həyata keçirilir. Bir daha mod düyməsini basdıqda ekranda fan sözü görünür. Bu rejimdə deməli kondisionerin nə soyutması, nə isitməsi olmur, ancaq adi bir fan kimi işləyir. Bir daha mod düyməsini basırıq və burada heat, yəni isitmə rejiminin sözü gəlir. Bu rejimdə temperaturu çalışmaq lazımdır ki 26 dərəcənin üzərində tutaq. Yəni isti hava yüngül olduğuna görə yuxarıda yığılır və tez-tez kondisionerin sönməsinə səbəb olur. Və qeyd etmək istəyirik ki, kondisioner yuxarıda dayandığına görə və biz aşağıda olduğumuza görə bizim ayaq səviyyəmizdə, əgər burada 24 qoymuşuqsa, ayaq səviyyəmizdə təxminən 22, 23, 24 dərəcə olması gözlənilir. Bu rejimdə, yəni isitmə rejimində fanın sürətini avto rejimə, yəni buna qoymaq, bu rejimə gördüyünüz kimi azalıb artır, kondisionerin çox verimli işləməsinə səbəb olur və eyni zamanda da o düzgün işlədiyinə görə çöl hissəsinin buzlanması yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşdıqda baş verir. Biz hər bir videoda bu məsləhəti insanlarımıza veririk, amma nə yazıq ki, yenidən bizə zəng edirlər və ayarlamanı baxmayaraq ki, biz yəni bütün bu put videolarını hər şey izah edirik, amma yenə də zəng edirlər, amma olsun. Problem deyil, biz xalqımıza xidmət etməyə heç bir problemimiz yoxdur. İstəyirik ki, həmişə xidmət edək. Bunu etmək üçün bildiyiniz kimi bu düyməni basırıq, fanın sürəti çoxalır. Burada isə azalır.
və ən axıra basıldıqda burada belə bir hərəkətlilik gəlir. Qeyd etmək istəyirik ki, yenə də bizim müştərilərimiz bizə zəng edirlər. İsitmə rejimini izah etmək üçün onlara qeyd etmək istəyirik ki, isitmə rejimində kondisioner ən azı 5-10 dəqiqə işlədikdən sonra onun ağzından isti hava çıxmağa başlayır, ilıq hava çıxmağa başlayır və təxminən 20-40 bəzi vaxtı 1 saat işləməlidir ki, evin içərisində artıq onun işləməsini biz hiss edək. Bu səbəbdən də bir qədər səbirli olmaq lazımdır. Mod düyməsini yenidən basırıq və ekranda auto kəlməsi görkənir. Bu rejimdə bizim ayarladığımız temperatur uygulanır. Məsələn, deyək ki, bu rejimdə biz 25 dərəcəni burada uygulamışıqsa, o zaman əgər evdə olan temperatur 25 dərəcədən aşağı düşərsə, kondisioner isitmə rejimində, yuxarı qalxarsa, soyutma rejimində olacaqdır. Biz indi mod düyməsini bir daha basırıq və soyutma rejiminə qayıdırıq. İndi isə ən az istifadə olunan rejimlər barəsində danışacağız. Burada bir Smart Saver düyməsi var. Smart Saver düyməsini basdıqda demək, burada belə bir işarə gəlir və bu rejimdə yəni enerji istifadəsini azaltmaq üçün uygulanır. Temperatur diapazonu soyutma rejimində 24 ilə 30 dərəcə arasında məhdudlaşdırılır və bu səbəbdən də bir qədər enerjiyə qənaət edilir. Yəni bu rejimə qoyulduğu təqdirdə artıq biz temperaturu aşağı sala bilmirik, yuxarı qaldıra bilirik, aşağı sala bilmirik. Amma indi bu rejimdən çıxaq yenidən və isitmə rejiminə, bu rejimi isitmə rejiminə qoyduqda isə baxın, bu düymə basıldıqda yəni isitmə rejimində temperaturu istədiyimiz kimi dəyişə bilirik. Yəni burada isitmə rejimində heç bir hadisə baş vermir. Yenidən soyutma rejiminə qayıdırıq və digər düymələri izah etməyə başlayır. Hər bir kondisionerin qarşısında filtrlər olur və biz sizə bütün videolarımızda demək olar ki, bunu xatırladırıq ki, filtrlər vaxtında təmizlənməlidir. Yəni yadımıza düşəndə biz sizə xatırlayırıq ki, filtrlər vaxtında təmizlənəndə həm kondisionerin xarab olma ehtimalı azalır, həm də kondisioner daha sağlam hava ilə bizi təmin edir. Və bu kondisionerdə filter reset adında bir düymə var. Bu nədir? Müəyyən bir müddət keçdikdən sonra kondisionerdə işıq yanır və bizə xatırlayır ki, filtrləri təmizləmək lazımdır. Əlbəttə ki, biz o filtrləri təmizləyirik. Təmizlədikdən sonra quruluyuruq və quruladıqdan sonra yerinə taxdıqdan sonra həmən işıq yenə də yanır. Bunun üçün bu düyməni biz 3 saniyə ərzində basılı tuturuq. Filter reseti burada da yazılıb. Hold 3 seconds. 3 saniyə ərzində tutun və yəni filtrin belə bir ki sayğacını sıfırlayırıq. Bundan başqa burada bir lighting deməli şey var. Lighting kondisionerin qarşısında olan işığın yandırılıb söndürmək üçündür. Bəzi adamlara bu işıq mane ola bilir yatanda, bəzilərinə mane olmur. Ona görə də istisnasını elə eləyiblər ki, həm yandırmaq mümkün olsun, həm söndürmək. Bəzən insanlarımız, istifadəçilər kondisionerin temperaturunu 21-22 dərəcəyə qoyurlar. İstehsalçılar bunu nəzərə alaraq burada bir good sleep adında bir düymə qoyublar. Bu düymə basıldıqda gördüyünüz kimi ekranda belə bir işarə gəlir və bu düymənin yardımı ilə biz onu ayarlaya bilirik. Yəni bu saat müddət sonra isə 4 saat ayrılamışıq. Bundan sonra bu düyməni basıb bunu təsdiq edirik. 4 saat ərzində temperatur 2 dərəcəyə qədər qaldırılacaqdır. Bu rejimdən çıxmaq üçün cancel düyməsini basırıq. Burada başqa maraqlı düymələr də var. Məsələn, burada evaporator clean düyməsi var. Evaporator clean yəni buxarlaşdırıcı, yəni evin içində olan hissənin üzərində olan nəmin qurudulması üçündür. Bu düymə basılır, sonra kondisioner söndürülür və bu söndürülmədən sonra kondisionerin fanı təxminən bir neçə dəqiqə işləyir və evaporatorun üzərində olan, buxarlaşdırıcının üzərində olan nəmi uzaqlaşdırır. MPI adında burada bir düymə var. Bu mikroplazma ion funksiyasıdır. Bu funksiya işə düşəndə gördüyünüz kimi bu işarə gəlir. Baxın, bu işarə gəlir və bu funksiya virusları, bakteriyaları, kifi və allergenləri aradan qaldırmaq üçün, havanı təmizləmək üçün ionlar yaradan və daha sağlam bir qapalı mühit yaradan bir xüsusiyyətdir. Yəni istifadə etmək istəyənlər ondan istifadə edə bilərlər. Bundan başqa Smart Saver'i biz dedik. Smart Saver yəni elektrik enerjisinə qənaət etmək üçün nəzərdə tutulmuşdur. İndi isə
Biz deməli burada on timer və off timer olan düymələri izah edəcəyik. Bəzi vaxt elə olur ki, insanlarımız işə gedirlər və istəyirlər ki, kondisioner müəyyən müddətdən sonra işə düşsün. Məsələn, səhər saat 8-də evdən çıxırlar, axşam saat 8-də qayıdacaqlar. Axşam saat 7-də kondisionerin işə düşməsini istəyiriksə, o zaman timer 10 düyməsini basırıq. Bu düymənin köməyi ilə timerimizi 11 saata ayarlayırıq və set düyməsini basırıq. Bundan sonra, yəni bu düyməni basırıq, sonra bunu ayarlayıb, sonra isə set düyməsini basırıq. Kondisionerimiz 11 saatdan sonra işə düşəcəkdir. Bu rejimdən çıxmaq üçün set düyməsini, cancel set düyməsini basıb oradan çıxırıq. Və yaxud kondisionerimiz işləyir və istəyirik ki, kondisioner 5 saat işlədikdən sonra sönsün. Yəni off, timer off, söndürmə timeri zamanlayıcısı. Bu düyməni basırıq, 5 saata ayarlayırıq və bundan sonra set düyməsini basırıq. Kondisioner 5 saat işlədikdən sonra söndürüləcəkdir. Bu düyməni cancel, yəni iptal düyməsini basaraq biz onu ləğv edə bilirik. Bizi axıra qədər izlədiyinizə görə sizə təşəkkürü bildiririk. Əgər hər hansı bir sualınız olarsa, şərhlər bölümündə yazın və yaxud WhatsApp-la bizə müraciət edin. Biz də inşallah sizə əlimizdən gələn köməyi edək. Əssəlamu aleykum.